Herkese salam. Videonun da adından göründüyü kimi bugün diplom vlogu ilə qarşınızdayım. Bəli, uzun müddətdən sonra diplomumu götürməyə gedəcəm. Səhər yuxudan oyanan kimi ilk olaraq hazırlaşmağa başladım. Saçlarımı hazırladım və makyajımı eləməyə qoyuldum. İstədim ki, makyajımı eləmək müddətində sizlərlə paylaşım. Sonra ağlıma gəldi ki, bu bir makyaj videosu deyil və bunun yersiz olduğunu düşündüm. Makyajımı elədikdən sonra isə saçlarımı toparladım və geyinməyə başladım. Geyindikdən sonra isə kombinim bu şəkildə oldu. Sonra isə son dəfə güzgüdə özümə baxdım və evdən çıxmağa hazırlaşdım. Evdən çıxanda özümdən böyük bir bel çantası götürdüm ki, bugün çoxlu şəkillər çəkəcəm və çoxlu videolar çəkəcəm. Buna görə mənə bir çox ləvazimatlar lazım olacaq. Daha çox da makyaj vasitələrini çantama qoydum. Çantamı da hazırladıqdan sonra nəhayət saata baxdım və vaxtın çatdığını gördüm. Evdən çıxdım. Ənənəyə sadiq qalmağa çalışdığıma görə son dəfə universitetə getmək üçün yenidən metroya tərəf yola düşdüm. Və budur, metrodayım artıq. Metrodan çıxdım və universitetin qarşısına gəldim. Qrup yoldaşım Bircə ilə görüşüb diplomumuzu bir yerdə alacaqdıq. Bu bizim uzun zaman öncədən planlaşdırdığımız bir gün idi. Həqiqətən çox qürur verici və həyəcanlı bir gün olduğunu söyləyə bilərəm. Və Bircəyə zəng elədim. O isə yolda olduğunu, 15-20 dəqiqə gecikdiyini söylədi. Təbii ki, bu belə olmadı. Daha çox onu gözlədim. Və düşündüm ki, universitetin qarşısında dayanmaqdansa içəri girmək daha məntiqidir və universitetin içərisinə daxil oldum. Zaman itirmədən yeni remont olmuş korpusun qabağına getdim. Oradan kadrlar çəkdim və daha sonra girişdə bütün fakültələrin adını yazıldığı bir tabela var. Onun qarşısına getdim, dayandım və tarix fakültəsinin adını oxudum. Çox sevindim. Daha sonra isə bir saylı binaya tərəf yola düşdüm. Universitetin həyətini çox qəşəng şəkildə çəkmişəm və çəkməyə çalışmışam. Hər bir tərəfini kadra almışam. Daha sonra isə bir saylı binanın önündən keçib əsas binaya tərəf getdim. Burada sağ tərəfdə bir kitab evin olduğunu görürük. Buradan biz məzun geyinimlərimizi götürmüşdük. Universitetin həyətində isə hər yerində demək olar ki, oturacaqlar var. Burada oturub dərslərimizi təkrarladığımız günlər olub. Yəni söhbət elədiyimiz, dediyimiz, güldüyümüz, bəzən isə pis olub üzüldüyümüz anlar belə olmuşdu. Əsas binanın qarşısına gəldikdə isə burada çəkiliş eləyən 4-cü kurs tələbələrini gördüm. Özümüzün məzun çəkilişi yadıma düşdü və necə bir uğursuz çəkiliş olmuşdu. Bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Demək olar ki, çəkilən şəkillərin heç biri xoşuma gəlməmişdi. Daha sonra isə məzunların şəkil çəkməsi üçün bir yer hazırlamışdılar ki, keçən il bizim üçün yəni belə bir yer hazırlamamışdılar. Onun qarşısında dayandım, özümü videoya çəkdim. Vaxtın keçmədiyini gördüm, yenidən Bircəyə zəng elədim. O isə 15 dəqiqəyə çatacağını söylədi və onun 15 dəqiqələri belə uzanmağa başladı. Mən isə yenidən bir yerdə dayanmağı istəmədiyimə görə öz oxuduğum korpusa tərəf yola düşdüm. Həyətdə bəzi dəyişikliklər ediblər, yeni tabelalar qoyulmuşdu, yeni yerlər düzəldilmişdi. Mənim oxuduğum bina 10 mərtəbədən ibarət idi və daha çox genəldə bizim dərslərimiz 9-cu, 10-cu mərtəbələrdə olurdu. Öz korpusumuzun videosunu çəkdikdən sonra yenidən əsas binanın qarşısına qayıtdım və çəkiliş eləyən tələbələrə baxmağa başladım. Yenidən Bircəyə zəng elədim. O isə nəhayət metroda Elmlər stansiyasına çatdığını bildirdi. Onu gözləməyə başladım və budur. Bircə uzaqdan gəlir. Onun videolarını çəkdim. Budur, Bircə gəlir. Uzaqdan ona əlləməyimə baxmayaraq yenə də məni görmür. Məzunların arasına qarışır və nəhayət ki, Bircə məni görür və mənə tərəf gəlir. Bircə gəldiyinə görə artıq gedib diplomları götürə bilərdi. Bu arada diplom şöbəsi birdə bağlanırdı. Biz ora getmək üçün tələsməli idik və bizim 15 dəqiqə vaxtımız var idi. Bircə isə əsas korpusdan deyil, öz korpusumuzdan içəri daxil olmağı irəli sürdü. Mən də onunla razılaşdım və öz korpusumuza tərəf getdik. İçəri girərkən isə mühafizəçilərə diplom almaq üçün gəldiyimizi bildirdik. Bu arada universitet oxuduğumuz müddətdə də həm həyətdəki girişdən, həm də ki bütün korpuslara girərkən tələbə biletimizi göstərib içəri daxil olurduq. Yəni yoxlama yüksək səviyyədə aparılır. Daha sonra isə ikinci mərtəbəyə qalxdıq Bircə ilə. Liftdən istifadə eləmədik çünki bir mərtəbə idi və ikinci mərtəbədən gəldik 221 nömrəli otağa. Bizim korpusdan əsas korpusa ikinci mərtəbədən yol var, oradan istifadə elədik. Qapını döydük, içəri daxil olduq, bizdən vəsiqələrimizi aldılar və gözləməyimizi söylədilər.
Çölə çıxdıqdan sonra isə şəkillər çəkdik, videolar çəkdik. Təbii ki, bu elə belə çəkilən bir şeylər idi. Təxmini 5-7 dəqiqə sonra isə bizi içəri çağırdılar və diplomumuzu gətirmişdilər. İmza çəkib diplomumu götürdüm. Bu zaman bircə məni kənardan çəkdi. Daha sonra isə vəsiqəni mənə verdilər. Üzərində bir kağız, bircə diplomunu götürdü. Bu zaman mən bircənin videosunu çəkdim və hər ikimiz diplomumuzu götürdük. Diplomlarımızın üzərində bizə bir vərəq verdilər və söylədilər ki, 441 nömrəli otağa yaxınlaşıb öz attestatımızı götürməliyik. Bircə qabağa düşdü, otağı tanıdığını bildirdi. Bir saylı korpusa getməli olduğumuzu söylədi və beləliklə biz əsas korpusdan bir saylı korpusa getdik. Təbii ki, bildiyi yanlış imiş, belə deyilmiş. Bu zaman hətta bir ara bircəni itirdiyim belə oldu. Gördüyümüz bütün güzgülərdə şəkillər çəkdik. Milyon pilləkanlar çıxıb düşdükdən sonra nəhayət gedib otağı tapdığımızı düşündük. Təbii ki, belə olmadı. Bizə yanlış gəldiyimizi söylədilər. Yenidən geri qayıtmalı olduq. Şəkil və video çəkəcəyimə görə düşünmüşdüm ki, hündür ayaqqabı geyməyim daha yaxşı olar. Lakin hündür geydiyimə görə çox gəzə bilmədim. Buna görə liftdən istifadə etməli olduq. Nəhayət gəlib 441 nömrəli otağı tapdıq. Qapını döydük, içəri daxil olduq. İçəridə bir tələbə var idi. Xanım onu yola salırdı. 10 dəqiqə müddətində gözlədikdən sonra isə attestatlarımızı tapdı və bizə verdi. İmza çəkdikdən sonra isə attestatımızı diplomumuzla bir yerdə götürüb öz korpusumuza qayıtdıq. Doğma korpusumuza qayıtdıq daha doğrusu. Gəldik. Yolda isə, yəni binadan binaya keçərkən isə bircə ilə təəssüratlarımızı bölüşdük, əyləndik, dedik, güldük. Və gəldik nəhayət liftin qarşısında dayandıq. Liftə mindik və 8-ci mərtəbədə düşdük. Həqiqətən 8-ci mərtəbədə liftdən düşərkən bir daha fakültəm üçün nə qədər darıxdığımı hiss elədim. Burada şəkillər çəkdik, videolar çəkdik. Fakültə isə hər zamanki kimi tələbə ilə qaynayırdı. Dekanımızı da gördük. Təbii ki, uzaqdan gördük. Yaxından görsəydik salamlaşardıq. Daha sonra şəkillərimizi, videolarımızı çəkdik. Bircə 9-cu mərtəbəyə qalxaq. Orada bir baş çəkək dedi. Təbii ki, onunla razılaşdım. Bu zaman Məmməd ağa müəllimi gördüm. Yenə öz tələbələri ilə idi. Onunla görüşdük, salamlaşdıq, şəkillər çəkdik. Hər zamanki kimi zarafatlardan geri qalmadı. Dedik, güldük, bir sözlə çox pozitiv bir aura yaranmışdı. Məmməd ağa müəllimdən şəkil çəkib söhbətləşdikdən sonra isə qərar aldıq ki, Dəmir müəllimə zəng eləyək. Çünki öncədən bizə bildirmişdi ki, nə zaman universitetə getsək, ona mütləq zəng eləyək. Bu arada Dəmir müəllim bizim ərəb dili müəllimimiz olub. Ona zəng elədik, universitetdə olduğunu bildirdi və getdik Dəmir müəllimi görməyə. Universitetdən çıxmaq istədik. Təbii ki, hər zamanki kimi liftdə yer olmadı. Pilləkənlərdən istifadə elədik və gəldik Dəmir müəllimin yanına. Nəhayət ki, onunla görüşdük, təəssüratlarımızı bölüşdük, bizi təbrik elədi, xoş arzularını dilə gətirdi və bizə xeyir dua verdi. Dəmir müəllimlə söhbətləşib sağollaşdıqdan sonra isə yola düzəlməyə qərar verdik və 4 ilin sonunda qürur verici bir şəkildə universitetlə sağollaşdıq.